Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük Cavid Abuzərli kanalında. Bu isə bizim yeni köməkçimiz Müslüm. Salam elə Müslüm. Səsin çıxmır? Salam elə dostlara. Belə dostlar, bugünkü mövzumuz qaz yumurtasının inkubasiya proqramı haqqında olacaq. Yəni, inkubatorumuza qaz yumurtası yığdıqda hansı proqramı yığsaq məqsədə uyğundur. Deməli, qaz yumurtası ümumi çıxış 28-34 gün çəkə bilər. O da yenə hava şəraitinə, temperatura dəlalət edir. Çünki 34-cü günə kimi qaz yumurtası yuvana bilər. Orada inkişaf dövründə saatına kimi hesablanır. Bunun inkişaf dövrü keçir 25-30 gün inkişaf dövrünü keçir. Temperatur ilk başdan qurulmalıdır 37-4. Nəmlik 50. Çıxmağına 3-4 gün qalmış temperatur 36-9-a enir. Nəmlik 75-80-a kimi qaldıra bilərsiniz. Belə əziz dostlar, ümumilikdə qaz yumurtası 28-34 günə çıxır. İnkişaf dövrünü 25-30 gün keçir. Temperatur 37-4 qurulmalıdır ilk gündən. Yəni, birinci gündən 25-ci günə kimi 37-4 temperatur, nəmlik 55-60, 50, çıxmağına 3-4 gün qalmış temperatur 36-9-a endirilir, nəmlik 75-80, hətta elə ola bilər ki, qalın qabıq olduğuna görə qaz yumurtası bilirsiniz, çox qabığı qalındır. O zaman 80-85-90-a qədər qaldırılır. Amma stabil olaraq, yəni mən bilirəm ki, bir çox qaz yumurtası çıxardanlar nəmliyi 90-a kimi, 95-ə kimi qaldırır. Əziz dostlar, bunu bildirim ki, 90-95 qaldırmaq başa düşürəm. Qabıq qalındır, qabığı yumuşatmaq məqsədi ilə nəmliyi qaldırırsınız. Amma digər tərəfdən nəmlik nə qədər çox olarsa, o yumurtada boğulma gedir. Loru dildə belə desəm, nəmişlik olan yerdə nə qədər otura bilərsiniz? Yəni, insanda olduğu kimi quşlarda da ağciyər var. Hansı ki, o ağciyər nəmliyə bir o qədər davamlı deyil. Ona görə nəmlik nə qədər normada olarsa, bir o qədər məqsədə uyğundur. Yəni, mən sizə dediyim bu proqramla qurun, effektini görürsünüzsə, Allah bərəkətinizi versin. Yox, əgər effektini görmürsünüzsə, onda öz bildiyiniz kimi 90-a kimi qaldırın. Amma mən yenə dediyim kimi, bu normal, məntiqə uyğun proqramdır. Allah hər birinizi malına ruzu bərəkət versin. Sağ olun, növbəti çəkilişlərə qədər.